Əslində Sərə xanım, mən heç vaxt, yəni siz təsəvvür edirsiniz, mənim üçün belə absurd bir şeydir ki, yəni hamam otağında lüstr olsun. Yəni biraz qeyri-adi gəlirdi, amma bir dənə bir mənzil var idi, mən orada getdim, hamam otağına girəndə gördüm o lüstr necə gözəl işlənmişdi. İçəridə baxırdım, deyirəm, yəni belə də ola bilər, yəni. Tək deyil, sanitar qovşaqlarda buralardan istifadə olunması, lüstrlardan istifadə olunması. Çox qəribə Bax, eyni mövzuya gəlir əslində, fikir verirsiniz. Yəni orada da aboy idi, nəyə gələm? Orada da aboy idi. Aboy idi. Mən birinci dəfə orada aboy gördüm. O belə qaldım belə. Yəni aylarla atılır. Bax, onu nümunə kimi biz kəsib atırıq suyun içinə, o divar kağızlarını. Aylarla o suyun içində qalır. Aylarla sudan çıxartmırıq da, yəni o sınaqdan keçirilmiş bir şeydir. Yəni o divar kağızı nə üçün olmur? Bəs o belə ziyan deyil? Yox, qətiyyən o yox. Yəni o sertifikasiyadan keçir. Onun rulonu və yaxud da ki kvadrat metrəsi kifayət qədər yüksək bir qiymətədir. O yüksək keyfiyyətə malik olduğu üçün əslində o qiymətədir. Yəni belə amma deyim də, bahalı kafe vursan ondan ucuz başa gələr də. Eyni ilə hardasa, amma bu yenilikdir də, bir dizayner toxunuşu hiss olunmalıdır, bəli. Çox fərqli yanaşmadır. Mən yəni çox belə təəccübləndim, amma çox da xoşuma gəldi. Yəni gözəl işlənmişdi. Fikir verirsiniz, elə bir ki yer dəyişimi olub. İstifadə olunmayan elementlər indi daha çox əslində istifadə olunub, diqqətlə baxsanız özünüz də görəcəksiniz ki, müəyyən bir illər çərçivəsində olub əslində ki, divar kağızları sanitar qovşaqlarda istifadə olunub. Biz retro üslubunda bir dizayn vermişdik. Orada sanitar qovşaqda ilk ağlımıza gələn divar kağızı olmuşdu. Ki, burada divar kağızı istifadə olunmalıdır.